Salam değerli şagirdlər, üslü ifadələrlə Puzzadan test 1B-dən sual izahına davam edirik. Deməli, birinci sual, bunları hesablaya da bilərik. 1, 9, 27, 27, 9, 3. Deməli, yuxarıdan aldı mənfi 17, aşağıdan aldı 27, çıx 12, 15. A variantı. Dördüncü sual. 2 üstü mənfi 1. Bu 2'də 1 deməkdir. 3 üstü mənfi 1. Bu da 3'də 1 deməkdir. Üstə gəl 2'də 3. Üzərində mənfi 1. 2'də 1 üstə gəl 2'də 3. 2'də 4 yəni 2 tam. Üstündə 3'də 1 gəldi 3'də 7. 3'də 7 də üstü mənfi 1. 7'də 3. İkinci sual. Mənfi 1 üstü 101, 101 tək ədəd olduğu üçün mənfi 1 alınır. Burada mənfi 10, mənfi 3, buna bir dənə işarəyə diqqət eləyə əsas. Mənfi 1 üstü mənfi 10, bu mənfidir. Mənfinin tək qüvvəti yenə mənfi olur. Yəni bu olur mənfi 1. Qabağında da mənfi olduğu üçün üstə gəl 1 olur. Təkrar deyirəm. Normalda bu qüvvətləri vurub hesablasanız 30 deyərsiniz. Bu müsbət götürərsiniz, amma deyil. Bu müsbət olmur. Birinci mənfi 1 üstü mənfi 10 mənfidir. Tək qüvvəti yenə mənfidir. Qabaqda da mənfi var, oldu üstə gəl. Bu artıq 100 cütdür və mötərizənin çölündədir. Mötərizənin kənarındadır deyə bu da müsbət olur. Cavab da olur 1. Beşinci sual. Mənfi 0,4 üzəri mənfi 2. Baxın. Birincisi mənfi 2 tək olduğu üçün bu müsbət alınacaq onsuz da. %4, bunu adi kəsir kimi yazıram. Üzərində mənfi 2. %4 1/25 deməkdir. Üzərində mənfi 2 olur 25 üzəri 2. Böl. Bu da 125'də 1 5 üstü mənfi 3 deməkdir. Üstünə də mənfi 2 5 üstü 6 eləyir. Bu nə deməkdir? 5 üzəri 4 böl 5 üzəri 6 oldu 5 üstü mənfi 2. Üstünə də 5 5 üstü mənfi 10. Olur cavab. Üçüncü suala baxaq. Burada yenə diqqət eləyək. Mənfi 1'in qüvvətləri də bir dəfə cüt, bir dəfə tək. Bir dəfə cüt, bir dəfə tək. Yəni 2'dən 101'ə qədər qüvvətlər. Bu 1 alınır. Bu mənfi 1 alınır. Cüt qüvvətli 1 alınır. Bu belə davam eləyir. Ən son 101 tək ədəd olduğu üçün mənfi 1 alınır. Deməli 1 çıx 1 bu 0 oldu. 1 çıx 1 bu da 0 oldu. Bu belə davam eləyir. Necə başlamışdı 2-2 qruplaşdıranda? Cütdə başladı, təkdə bitdi. İndi bu tək olduğu üçün bu da bundan əvvəlki mənfi 1 üstü 100 ilə bir yerdə. Bu da 0 eləyir. Deməli cavab da oldu 0. 500 buna baxmağa ehtiyac yoxdur. Üzəri 0 olduğu üçün bu əməl nə olur olsun? Cavab 1 olacaq. 16 üstə gəl 1. 18. Bunu yaxınlaşdırdığım üçün variantı görmürük. E variantı. 7. sual. 7. sual. Bu 1 eləyir. Üzəri 0'a görə. Üstündə 2 yenə 1. Bu olur 3/2. Bunları toplasaq 5/2. Üzərində mənfi 1 2/5. Aha, indi buna baxaq. Deməli A üstü mənfi B 1/3'dür. Bizim A üstü 2B'miz var. Bunu necə eləyək? A üstü mənfi B 1/2'dirsə, gəlin buna belə yanaşaq. A üstü mənfi B. Bizim burada nəyimiz var? A üstü 2B. Bunu belə yaza bilərəm. A üstü mənfi B üzəri mənfi 2. Nəticə olaraq mənfi B vur mənfi 2 də 2B elədiyi üçün bunlar bərabərdir. Eyni şəkildə bunu yaza bilərəm. A üzəri mənfi B üzəri mənfi 3. Yenə 3B'dir. Qüvvətlər vurulanda yenə 3B olur. Çıx 2. İndi biz A üstü mənfi B'nin 3'də 1 olduğunu bilirik. 3'də 1 üstü mənfi 2. Çıx. 3'də 1 üstü mənfi 3. Çıx 2. Bu alınır 9. Çıx 27. Çıx 2. Bu da mənfi 20 olur. Cavab. 8. sual.
ifadələrin hangisi pozitivdir? İndi baxın, deyir ki, A mənfi ədəddir. A zid mənfi, yəni mənfi ədəddir. Mənfi ədədin tək qüvvəti mənfidir. Burada mötərizənin çölündə müsbət cüt olduğu üçün bu pozitiv olur. İkincidə mənfi ədədin qüvvəti, amma cüt qüvvəti olsa da, A mənfi ədəd olsa da, biz nəzərə almalıyıq ki, burada mötərizənin içərisində verilib 2. Yəni nəticə yenə də mənfidir. Mənfinin tək qüvvəti mənfi. Buna baxaq. A kub, mənfi ədədin kubu mənfidir. Qabağında bir dənə də mənfi var. Pozitiv oldu. Üstü 5, müsbət. 1 və 3. Yəni B variantı. Amma burada bir şeye dikkat edək. Burada bizim ikincidə, misal üçün, normalda yazsa mənfi 3, deyək ki, A mənfidir. Üzəri 2, üzəri 5. Bəli, bu mənfi alınır. Amma burada, sualda A dəyişən olduğu üçün A kare deyəndə, biz bu parantezdə verilməsə belə bunu belə yazmalıyıq. Mənfi 3-ün üzərində 2, üzəri 5. Yəni A-nın karesi deyəndə biz nə olur olsun onu mötərizənin içərisində parantezdə düşünməliyik. Belə verilsəydi, yəni A yox, birbaşa ədədi versəydi, bu mənfi idi, yəni 2-yə mənfi deyərdik. Amma burada bu müsbət, üzəri 5 yenə də müsbət alınır. Yəni cavabımız B yox, E olur. 11-ci sual 27 üstü 3'də 1. 3 üstü 3, üstü 3'də 1. 16'ı yenə də yazıram. 2 üstü 4, üstündə bir dənə də 4'də 1. Olur 3 üstə deyər 2, 5 cavabımız. Ama bu qələmi seçmişəm. Eybi yox. Dokuzuncu sual. A çıx B, mənfi 3 çıx mənfi 5. Bu birbaşa yazıram. 2. B çıx A, mənfi 5 çıx mənfi 3, mənfi 2, 1 bölü 4. 12-ci sual. Baxın, 256-nı yazacağım 2 üstü 8. 0,1125, 125. Bu 125 bölü 1000, 1 bölü 8 eləyir. Bunu yazıram üzəri 8'də 1. Eyni şəkildə 81'i yazıram 3 üstü 4. 0,25 1 bölü 4 üstü 4'də 1. 25'i yazıram 5 üstü 2. 0,5 yazılır 2'də 1. Bərabərdir. 2 çıx. 4'lər gedir. 3 böl 5. Mənfi 1 böl 5. 13-cü sual 2 üstü x 5'li 8 üstü x soruşu. Bunu yazıram 2 üstü x'in kubu. 2 üstü x'imiz nədir? Görürük ki 5'dir. Kubu 125. 16-cı sual. 3 üstü x'i bilirəmsə 2. 3 üstü mənfi x, 2 üstü mənfi 1 olur. 9 üstü mənfi x də 3 üstü x üstü mənfi 2 deməkdir. Yəni olur 2 üstü mənfi 2. Eyni şəkildə bu da 2 üstü mənfi 3. 1 bölü 2, 1 bölü 4, 1 bölü 8. Ortaq paydada yazanda 8'də 4, 2 ve 1. Yani 7. 14. sual. 49 üstü x'i yazıram 7 üstü x'in kvadratı. 7 üstü 3 x de yazıram 7 üstü x'in kubu. 7 üstü x'in yerine 2 yazanda 2'nin kvadratı üstə gəlir 2'nin kubu, yani 12. 17. sual. Bunu necə yazacağım? Yazacağım x üstü x üstü 3. 64 ne deməkdir? 4 üstü 3. Deməli x üstü x oldu 4. Bizə dediyi üçün x daxildir z plus. X'imiz olur 2. Bu da olur. 2 üstü mənfi 1 üstə gəl 2 üstü mənfi 2. Yəni 1 bölü 2 üstə gəl 1 bölü 4. 4'də 3. 8 üstü mənfi x 2 üstü mənfi x'in kubudur. Çıx. Bu da 2 üstü mənfi x deməkdir. 3'ün kubu çıx 3. 24. 18. sual. Burada işarələr verib bizə. Onlardan bir şey eləməyə çalışaq. Deməli kvadrat olanda içəridəkinin 4-cü qüvvətini alıb. Deməli 5'in kubunun
üzəri 4 böl. Üçbucaq olanda içəridəkinin kubunu alıb, yəni 25-in kvadratının kubu vur. Beşbucaq olanda 5-ci qüvvətini alıb 2 üstü 5. Dairə olanda üstü 0 yazıb 8 üstü 0. Bu olur 5 üstü 12. Baxın, bu da 5 üstü 4 üstü 3. Bu da 5 üstü 12. Bunları böldüm, elə də 1. Vur 2 üstü 5 çıx. 8 üstü 0 da 1 deməkdir. 32 çıx 1 31 oldu cavab. 19-cu sual. 10 üstü 6-nı çıxardıram. Qalır 4 üstü 3. 7 vur 10 üstü 6. Burada da 3 üstü x'e çıxardıram. Qalır 3 üstü 2. Üstə gəlir 1. Böl 3 üstü x. Yəni 10. 10 üstü 5'i çıxardıram. Qalır 2 tam onda 4. Üstə gəlir 0 tam onda 4. Yəni A. Burada 5 üstü x çıxartsam, yəni 75'i yazıram. 5 üstü 2 vur 3. 5 üstü x'ini də çıxarıram. 5 üstü 2'sində də var. 5 üstü 2'ni çıxardanda burada qalır 5 üstü x, burada qalır 3. Bu qardaşlar gedir, qalır 5 üstü 2, yəni 25. İndi bunu yazıram. 3 üstü x vur 3. Bunu yazıram. 9 üstü x vur 9. 3 üstü x 5'dir. 5 vur 3. 3 üstü x 5'dirsə 9 üstü x 5'in karesi olacaq. 5'in kvadratı vur 9. 15 üstə gəl 225. 240. Şimdi baxaq 24'e. Buradan alınır 4x kvadrat. Burada mənfimiz var. Qabağa keçir. Mənfi x kvadrat. Bunu da yazıram. 2 üstü 7, x üstü 7. Şimdi baxın, burada 4 var. Bu 2 üstü 2 deməkdir. 2 üstü 7 ilə vuran ne oldu? 2 üstü 9. Qabaqda da mənfi var. X üstü 2 vur. X üstü 7 de oldu. X üstü 9. Bir dənə də x üstü 2 var. X üstü 11. N'in M türündən değeri nedir? Buna tezə bilərəm. 3 üstü x böl 3 bərabərdir M. Buradan alınır 3 üstü 3x bərabərdir 3M. Bunu saxlayıram. Gəlirəm bura. Bu da olur 9 üstü x böl 9. N bərabərdir. 9 üstü x 3 üstü x'in kvadratıdır. Yəni 3m'in kvadratı. Böl 9. Bu da olur 9m kvadrat böl 9. Yəni m kvadrat. D variantı. Boşuna seçdik. Burada da işimiz. Geldi 28. suala. 28. sualda 2 üstü x vur 2 üstü 4. Bunu yazıram. 2 üstü x plus 1 vur 5 üstü x plus 1. Bu ne demekti? 2 üstü x vur 2. 5 üstü x vur 5. Bu da 2 üstü x vur 4. 2 üstü x'ler getdi. Buradan alınır. 4 ilə 2'yi bölürəm 2. 5 üstü x vur 5 bərabərdir 2. 5 üstü x oldu 2 böl 5. Bunu da yazıram. 5 üstü x vur 5 üstü 2. Yani 5'te 2 vur 25. Delir 10. Burada nədir məsələmiz? Biz bilirik ki, bu ikisi eyni olduğu üçün bunların qüvvətlərini toplaya bilərəm. Toplayıram. 3 üstü x böl 5 üstü y'in qüvvətlərini topladım. Y çıx x üstə gəl x çıx y, x'lər də gedir y'lərdir. 0. Nədir? 1. 29. 15 üstü x yazıram. 5 üstü x vur 3 üstü x. 5 üstü x plus 2 nə yazıram? 5 üstü x vur 5 üstü 2. Bunlar gedir. Deyir 25. 27. sual. Bunlarda ortaq olan 3'ünün də bölündüyü ədəd düşünəcəm. 3'ün karesini çıxaram kvadratın. Qalır 5'in kvadratı, üstə gəl 6'nın kvadratı, üstə gəl 8'in kvadratı. Böl.
Burada da çıxardıram 2-nin kvadratını, qalır 5-in kvadratı üstəgəl 6-nın kvadratı üstəgəl 8-in kvadratı. Bunlar gedir 9 bölü 4. Burada alınır 2 üstü x bölü 2 bərabərdir 3. Yəni 2 üstü x'imiz 6 olur. Burada baxıram 3 üstü x'e çıxardıram. Qalır 2 üstü x üstəgəl 1. Burada da 3 üstü x'e çıxardıram. 3 üstü x vur 3 üstü mənfi 2. Bunlar gedir. İndi baxın 2 üstü x'in 6 olduğunu bilirəm. Yerinə yazıram 6 üstəgəl 1. Bu da 1 bölü 9. Bu da olur 7. Yuxarı qalxır bu. Vur 9. 63. Deyəsən son səhifəsini testin. Gəldik bura. 2 üstü x vur 2. 5 üstü x. Vur 1 bölü 25. Bərabərdir 20. Buradan da 2 üstü x'i 5 üstü x'e vuranda 10 üstü x bərabərdir. 20 ilə 2 gedir 10. 10 da 25'e vuranda 250. Bunu da yazıram 10 üstü x bölü 10. Yani 250 bölü 10. Yani 25. 34. sual. 300 üstü x'i ABC türündən deyir. Bunun üçün 300'ü bu 2, 3 və 5 ilə göstərmək lazımdır. Mən düşünürəm ki 300'ü uruqlarına ayırsam, bir dənə 2, 150, bir dənə də 2, 75, 2 dənə 2 var. 75'i de bir dənə 3'e bölürəm, 25, 2 dənə də 5 var. Vəsə. 300 üstü x de olur 2 üstü 2x, 3 üstü x, 5 üstü 2x. 2 üstü x a olduğu için bu olur a kvadrat, bu olur b, bu da olur c kvadrat. 32. sual. Bize demir a üstü gəl b çıxıcı. Bu ne deməkdir? X üstü a vur x üstü b böl x üstü c. Çıxma olduğu için bölmə yazdım. X üstü a 3'tür. X üstü b 7'dir. X üstü c de 21'dir. 1. 35. sual. Bu 2 üstü birinci bunu hesaplamalıyım. 32 eləyir. Bu 2 üstü 12 eləyir. Vuranda da olur 2 üstü toplanılır bunlar 44. 33. sual. Bayaqki sual oxşur. 50'ni vuruqlarına ayıranda bir dənə 2 var, 2 dənə 5 var. Yəni 50 üstü x olacaq 2 üstü x vur 5 üstü 2x. 2 üstü x a'dır. 5 üstü x b'dirsə 5 üstü 2x də b kvadratdır. 36. sual. B'nin a cinsindən eşitdir. Bunu eləmək üçün birinci bu 1'i keçirəm bu tərəfə. Olur 1 çıx a bərabərdir 3 üstü x plus 1. Buradan 1 çıx a bərabər olur 3 üstü x vur 3. Buradan da 3 üstü x bərabər olur 1 çıx a böl 3. Bunu saxlayıram. Gəlirəm bura. B'ni a ilə göstərmək istəyirəm də mən. B bərabərdir 2 çıx. Bunu necə yazacağım? 3 üstü x böl 3. Və mən bilirəm ki 3 üstü x nədir? 1 çıx a böl 3'dür. Deməli 3 üstü x'in yerinə, çünki mən istəyirəm ki x olmasın, B'ni a cinsindən yazın. 1 çıx a böl 3 yazıram. Buradan alınır 2 çıx. 1 çıx. Bunu boşuna köçürmüş oldum. Bir dəqiqə geri qaytaraq. Buradan alınır bir paydadır. 3'ün 3'ü vuram 9, 1 çıxa. Buradan da alınır 9'da. 2'ni 9'a vuranda 18, 1 çıxıram 17. 2 dənə mənfi olduğu üçün üstəgəla. 17 üstəgəla böl 9. Deyəsən sonuncudur. Bəli, bu da bu testin və bu dərsin son sualıdır. Sağ olun şagirdlər.